sevərlər. Zinlə Kaspi Təhsil Şirkətinin 10-cu sinif 4-cü blok üzrə mövzuslarının kimyada mövzularının izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımızda nə soruşur? Katyonu göstərin. Yadınızda saxlayın ki, müsbət yüklü iyonlar katyon, mənfi yüklü iyonlar isə anyondur. Və element katyon olmaq üçün katyonlarda adətən yadınızda saxlayın, protonun sayı elektronun sayından böyük olmalıdır. İndi baxaq görək ki, harda proton sayı elektron sayını yükü də tapmaq üçün protondan elektron sayını çıxırıq. Məsələn, 12-dən 10 çıxanda burada müsbət 2 olur. X-imiz müsbət 2 olacaq. 17-dən 18-in çıxanda burada Y-imiz mənfi 1 olacaq. 13-dən 10-un çıxanda müsbət 3. Deməli, bizə nə katyonu soruşduğuna görə müsbət 2, müsbət Y-dən Z. Üzr istəyirəm. X-lə Z-də bu da B variantına uyğun gəlir. Donor aspektor rabitəli maddəni müəyyən edin. Yadınıza saxlayın ki, yəni orta məktəb kursunda biz donor aspektor mexanizmi ilə olan rabitələr bir dəm qazını götürürük, bir hidroksimiyonu götürürük. Yəni bunları görsəz, bilin ki, mütləq donor aspektor. Bir də amonium iyonunun birləşdiyi amonium iyonunun olanlar. Bura baxırıq. Burada bir dəm qazıdır. Deməli, biz burada B variantını götürürük. X atomun nisbi atom kütləsini hesablayın. X atomun nisbi atom kütləsini hesablayın. Burada deyir ki, X onun 14 qramında 4 qram oksigen var. 14-dən birinci 4-ün çıxıb, deməli 2 elementdən ibarətdirsə, yadınızda saxlayın ki, bu 2 elementin birlikdə çəkisi maddənin kütləsini verir. 14-dən 4-ün çıxıb, buradakı X-in kütləsini tapırıq, 10 eləyir. İndi biz tənasübümüzü belə qura bilərik ki, 10-da 4 qram reaksiyaya girir. X orada da görürsünüz ki, birdən oksigen atomu var. Birdən oksigen atomu da 16-dır. X-də da 16-dır. Buradan da X-imiz bərabər olacaq 40-a. Da B variantı. X atomun hansı atomla X, Y tipli birləşmə əmələ gətirir? Bu tipli birləşmə o deməkdir ki, yəni həm X, həm Y hər ikisi eyni valentlikdədir. İndi buradan baxsaq, birinci X atom 8-i paylayacaq. 8-i paylayandan burada paylayım 8-i 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü deməli 4 olmalıdır bu. 8 olsun 2, 4. Bu da P üstü 4. Biz bilirik ki, elementin qrupunu bilmək üçün sonuncu dövrdə yerləşən üstlərinin cəmində 4 ilə 2-nin cəmi neçə eləyəcək? 6. Bunu 8-i tamamlamaq üçün neçə elektronu çatmır? 2 elektronu. Deməli, bu özünü həmişə 2 elektron alacaq. Deməli, bu neçə valent ola bilər? 2 valentlik. Bu birisi isə, deməli, bu da özündən 2 elektronunu verməlidir. Yəni, X, Y tipli olması üçün bu X-imizi tapdıq 2-dir. Y-imizdə 2 olmalıdır. X özünə elektron alır. Buna görə də bir-bir bunları da paylayasaq. Bir dəfə 13-ü paylayaq. 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü 6, 10, 3 S üstü 2, 12, 3 P üstü 1, 13. Bu xasilət 2 elektronunu verməlidir ki, tam 8-ə tamamlansın. Ona görə bunu götürə bilmərik. Sonra 12-ni. 12-ni də yeni götürdükdə 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü 6, 3 S üstü 2. Və burada xaricdə 8-ə, tam 8-dən bu xaricindəki bu 2 elektronu versə 8-ə tamamlanmış olur. Ona görə də götürürük bu D variantını. Yəni burada da Y-də 2 valentlik olur, Y müsbət 2 olur. Özündən verdiyini Y mənfi 2 olur. Verilənlərə uyğun olaraq kondensasiya prosesini müəyyən edin. Kondensasiya nədir uşaqlar? Kondensasiya qazdan mayeyə keçiddir. İndi görməliyik ki, qazdan mayeyə keçid üçün, yəni 75 cc-dən aşağı düşməlidir. Yəni 8 cc-yə qədər və yaxud ki 75 cc-dən məsələn tutalım ki 70-ə düşə bilər, 60-a düşə bilər, 40-a düşə bilər. Yəni hər hansı bir temperatura düşsə bu zaman
və yaxud ki 80-dən 60-a düşə bilər. Neyəcək? Bu zaman qazdan mayaya keçir. Burada da baxsaq B variantının 90 dərəcədə nədir? 90 dərəcə qaynama temperaturundan biz bir nədə çəksək, bu ərimə, bu da qaynama. Yadınıza saxlayın ki, ərimə temperaturuna qədər maddə bərk halda, ərimə ilə qaynama arasında maye halda, qaynamadan sonra isə qaz halındadır. 90 bunun qaynama temperaturu, 75-dən sonra qaz halındadır. 50 isə 75-dən əvvəl, yəni ərimə ilə qaynama maye haldadır. Ona görə də B variantını götürürük. Sonra 36-cı sualımız nə deyir? Dövr sistemdə cədvəlin verilmiş kiçik bir hissəyə əsasən hansı fikir doğrudur? Yadınızda saxlayın ki, məsələn, biz dövr qanununa keçəndə nə dedik? Element dövr sistemdə yuxarıdan aşağıya doğru keçdikcə elementin valent elektronlarının sayı artır, radius azalır, qeyri-metallıq xassəsi artır, metallıq xassəsi zəifləyir. Yuxarıdan aşağıya düşdükdə isə radius artır, elektron metallıq xassəsi güclənmiş olur. İndi bizdən nəyi soruşur? X və Y-in valent elektronlarının sayı eynidir. X və Y eyni dövr daxilində valent elektronlarının sayı eyni olmur. Dövrün sayı eyni olur. Eyni qrupda valent elektronlarının sayı. Bu da eyni qrupda yerləşmədiyi üçün bunu götürmürük. Y-in oksidləşdirici qabiliyyəti ən çoxdur. Biz dedik ki, yuxarıdan aşağıya düşdükcə neynir elementin həm dövr üzrə soldan sağa getdikcə oksidləşdiricilik, yəni bu istiqamətdə oksidləşdiricilik qabiliyyəti artır. Həm də yuxarıdan aşağıya getdikcə oksidləşdirici qabiliyyəti azalır. Yuxarıdakı ən böyükdür, ona görə bunu götürürük. Biri budur. Z-nin atom radiusu Y-dən böyükdür. Dedik ki, neyinir? Yuxarıdan aşağıya düşdükcə atom radiusu artır. Bəli, bu da düzdür. Ona görə cavabımız olacaq 2-3A variantı. 7-ci sual, 37-ci sualımızda nə soruşur? Deyir ki, encisli qarışıqlar müəyyən edin. Biz qarışıqları keçəndə dedik ki, encisli qarışıqlar hansı üsulundur? Buxarlandırma, distillə, xromatografiya. Deməli, distillə üsulu hansı üsula aid? Encisliyə aiddir. Distilləni götürürük. Sonra durultma üsulu müxtəlif cinsli qarışıqlar ayırma, durultma, süzmə, ayrıcılıqla təsir etmə, bir də maqnitlə təsir etmədir. Ona görə də 2 ilə 3-ü bizə də eyni cüsünün yalnız biri götürürük. Qeyri-polyar siqma rabitələrin sayını müəyyən edin. Yadınıza saxlayın ki, qeyri-polyar rabitələr eyni növ atomlar arasında yaranan rabitədir. Burada karbondan karbon arasında yaranan rabitə qeyri-polyar. Amma bizdə də siqmanın sayını soruşduğuna görə ümumiyyətlə 3 qat rabitədə biri siqmada, ikisi pidir. Əgər 2 qat rabitə olsa, biri siqma, biri pi olacaq. Burada isə biri siqma, 2 pidir. Qeyri-polyar molekulyar quruluşlu maddələri müəyyən edin. Qeyri-molekulyar quruluşlu maddə, qeyri-molekulyar quruluşlu dedikdə biz atom kristal qəfəsli, maddələrin metal kristal qəfəsli, bir də ion kristal qəfəsli maddələrə baxacağıq. Burada almaz, qara fosfor, atom kristal qəfəsli maddədir. Məsələn, burada karbon qazıdır molekul, burada ağ fosfordur, P4-dür. Burada su ilə amoniakdır, burada hidrogendir. Nədir? Molekul kristal qəfəslidir. Sonra 0,5 mol X2O3-ün kütləsi 8 qramdır. X maddəsi nisbi molekul kütləsini hesablayın. Ümumiyyətlə yadınıza saxlayın ki, bu cür məsələlər veriləndə yazırsınız ki, məsələn tutalım ki, buradan 0,5 molu nə qədər eləyir? Maddəsinin kütləsi 8-dirsə, 1 molunun kütləsini içərəcək. X-imiz də buradan bərabər olacaq. Deməli, 8-i 0,5-ə böləndə 160 eləyir. 160-70 olacaqdır. İndi bunun emeri X2, O3-ün emeri tapaq. Bu X-i emeri hesablamaq qaydası nə idi? Birinci element X-in bilmirik. Deyək, X kim götürür? Elementin nisbi atom kütləsi 10 x-inə vurur. 2-ni vuranda X-a 2x eləyir. Üzərinə gəlir. Oksigen ki 16-dır. İndeksində də 3 var. 16-nı da 3-ə vursaq 48. Deməli 2x üstə gəlinsin 48 bərabərdir 160-a. Buradan da
2x bərabərdir 110 2 2x bərabərdir 112'ye, x də bərabər olacaq 56. Bu da C variantına uyğun gələcək. Eyni ilə 41-ci sualda ona oxşuyur. Birinci nə edəcək? 0,2 molu 11,6-dırsa 1 molu nə edəcək? X. X-imiz də bərabər olacaq 58'e. Bizim də havaya görə sıxlığını soruşur ki, ümumiyyətlə D havaya bərabərdir. Həmin qazın nisbi atom kütləsini, yəni 58'i, havanın orta nisbi atom kütləsini isə 29 böləcək, alacaq 2. Sonra homogen reaksiyanı göstərin. Yadınıza saxlayın ki, homogen reaksiya hər ikisi eyni aqreqat halındadırsa, buna deyirik homogen. Baxırıq burada, məsələn, burada bərkdir, bu qazdır, bunu götürmürük. Elə burada bərkdir, qazdır, ona görə elə götürmürük. Burada bərkdir, kürt bərkdir, oksigen qazdır. Burada bərkdir, alınan biri bərkdir, biri qazdır, ona görə homogen. Amma Y variantını biz götürürük, çünki hidrogen də qazdır, azot da qazdır, amonyak da qazdır. Sonra fosfor atomda valent neçə faiz axırıncı, burada deyir, yarım təbəqədə yerləşir. Necə? Birinci 15'i paylayacaq. 15'i paylayanda 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü 6, 4 10 eləyir. 3 S üstü 2, 3 P üstü 3, 15 elədi mi? Axırıncı yarım təbəqədə ümumiyyətlə elementin valent elektronlarının sayı axırıncı dövrdə olan elektronlarının cəminə bərabərdir. Yəni 2 ilə 3-ün cəmi neçədir? 5. Lap ən axırıncı yarım səviyyə nədir? P yarım səviyyəsi. Neçə elektron var? 3. 3'ü böləcəyik ümumi elektron, valent elektronunun sayına, yəni 5'ə vuracağıq 100'ə. Bu da eləyəcək 60. Bu da C variantına uyğun gəlmiş olacaq. Reaksiyadan sonra oksigenin 50%'nin artıq qaldığını nəzərə alaraq hidrogen həcm payını hesablayın. Birinci reaksiyanı yazacağıq. Bu şəkildə də 2 hidrogen üstə gəlməsin oksigen. Alırıq 2 molekul su. Və buradan görürük ki, burada hidrogenin həcmi 100'dür. Deməli, 2 həcmə 1 həcm oksigen daxil olubsa, 100 həcm hidrogenə də neçə həcm oksigen daxil olacaq? Elə buradan görürük ki, 50 həcm oksigen daxil olacaq. Deyir ki, oksigenin də 50% artıq qaldı. Yəni 50 millilitri giribsə, deməli, bunun üzərinə də 50 millilitri də artıq qalıb. Çünki yarı faizi deyil. Oksigenimizin həcmi neçə oldu? 100 oldu. Bizdən nəyi soruşur? Hidrogen həcmi 100, oksigen də 100, hidrogen də. Qarşılıqda cəmi neçə olacaq? Burada da 100 yazsaq. Eləyəcək 100'ün üstünə 100 gəlsə 200. Buradan da hidrogenin həcm payını tapsaq, omega 100'ü böləcəyik. 100'ü böləcəyik 200'ə. Vuracağıq 100'ə. Buradan da bunlar gedəcək, qalacaq nə? 50%. Cavabımız olacaq 50%. Hansı reaksiyada Q əmələ gəlmək istəyi şərti ödər. Yəni reaksiyada, başqa sözlə, reaksiyaya əmələ gələn maddənin əmələ gəlməklə reaksiya nəticəsində sərf olunan enerji eyni olsun. Bax, burada əmələ gəlmək istəyi Q bölünsün 2'dir. Əmələ gəlmək istəyi nədir? 1 mol maddənin əmələ gəlməsi zamanı əmələ gələn istəyir, əmələ gəlmək istəyir. Bunun da qarşısında 2'dir deyə biz 1 mola görə hesabladığımız üçün bunu 2'yə bölürük. Bunun da qarşısında yenə 2'dir deyə bunu da yenə 2'yə bölürük. Ancaq burada görürsünüz, burada elə 1'dir. Ona görə Q'ni də 1'ə böləndə 1 olur. Yəni burada reaksiyanın istədiyi effekti həm də əmələ gəlmə istədiyinə bərabər olmuş olacaqdır. 46. Uyğunsuzluğu müəyyən edin. Fosfor çox atomlu bərk, bəli, düzdür. Helium 1 atomlu qaz, bəli. Xlor, yod 2 atomlu maye, xeyr. Yod bərk halda bir də qaz halında olur. Yod bayı halında mövcud deyil. Ona görə düzgün cavab budur. Altobik şəkil dəyişməsi olması bərk, burisin altobik şəkil dəyişməsi yoxdur qaz. Altobik şəkil dəyişmə olan və bərk halda olan karbon, silisium bir də kükürtdür. Baxaq, karbon B variantındadır, bir də D7. İndi deyir, altobik şəkil dəyişməsi olmayan qaz. Kükürdün altobik şəkil dəyişməsi var deyə, ona görə bu çıxdı. Sonra oksigenin allotopik şəkil dəyişməsi var deyə bu.
Ancaq fosforda alotropik şəkil dəyişməsi var. Ancaq azotun alotropik şəkil dəyişməsi yoxdur. Ona görə C variantını götürür. Bərk halda alotropik şəkil dəyişməsi olanlar silisiumdur, kükürdür, fosfordur, karbondur. Eyni növ atomlardan ibarət olan maddənin müəyyənidir. Eyni növ su müxtəlif növ atomlardandır. Neft qarışıqdır. Müxtəlif növ atom həm də molekullardan təşkil olunub. Nitrat döşüsü müxtəlif növ, almaz isə eyni növ karbon atomlarından təşkil olunmuşdur. Kimyəvi tərkibin dəyişdiyi prosesi göstərin. Yanma prosesi kimyəvi tərkibinin dəyişməsi ilə baş verən prosesdir. Elektron formuluna malik olan atomun dövr sistemindəki mövqeyini müəyyən edin. 2 ilə 6-nı cəmləyirik, neçə ilə 8. D ilə S-i cəmlədiyimiz üçün B yarım qrupu, ən böyük rəqəm isə 4. 4-cü dövr B yarım qrupu olmuş olur. Sonra su və amonyak üçün ortaq fikirləri müəyyən edin. Bucaq quruluşunda bəli, su bucaq quruluşuna malikdir. Qeyri-polyar molekullardır, xeyr, polyar molekullardır. Mərkəzi atom sp3 birləşməyə malikdir, bəli. Ona görə də cavabımız olacaq Y variantı. Normal şəraitdə sıxlıqları bərabər olan YO və X2, H4 qazlar eyni mol miqdarları üçün hansı ifadə fərqlidir? Sıxlıqları eynidirsə, bunu yadınızda saxlayın. Bu molyar kütlələri də eynidir. Keyfiyyət tərkibi fərqlidir. Birində YO-dur, digərində X2, H4-dür. Atom sayı, bəli, bir də atom sayı fərqlidir. Deməli, 2 ilə 3 fərqli olmuş olacaqdır. Modelə uyğun olaraq B-nin naya nisbəti 7-ni paylayacaq. 7 paylayananda 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü 7 olması üçün 3 olmalıdır. Deməli, A-mızda birinci dövrdə hansı? Nə oldu? 2 elektron. B-də isə 5. Nə deyir? B-nin naya nisbəti. Yəni 5-in 2-yə nisbəti eləyəcək 2,5. 54. Qrafikə əsasən kalsium üstəgəlsin oksigen, kalsium oksid alınır. Maddələrin kütləsinin azalma asılılığı verilmişdir. Asılı olaraq verilmişdir. K bərabər. K-nı tapaq. Burada K-nı tapmaq üçün necəyik? Burada yadınızda saxlayın ki, iki kalsium üstəgəlsin oksigen alınır. Burada kalsiumun kütləsi 40'dır. 2 kalsium eləyir 80. 80 qram kalsium neçə ilə 32 qram varını pozaq. 32 qram oksigenlə reaksiyaya girib. 80 qram kalsium 32 qram oksigenlə reaksiyaya girib. Amma burada da deyir ki, nə qədər kalsium reaksiyaya girib? K miqdarına. K bir də 10. K minus 10 sayda. Deməli, K minus 10 sayda kalsium reaksiyaya girib və neçə qram oksigendən baxırsınız, burada görürsünüz 8 qram. 8 qram oksigendən reaksiyaya girib. Şimdi tənasib qıracağıq. Tənasibə əsasən yazacağıq ki, burada görürük ki, bax burada 8 ilə 32 neçədir? 4 dəfə bu 32 8-ə götürülmək üçün 4 dəfə azalıb. Deməli, burada 8 qram giribsə, K minus 10-da, yəni burada da isə 8 qram oksigendən də 4 dəfə ondan az 20 qram kalsium reaksiyaya girməlidir. Deməli, K minus 10 bərabər olmalıdır 20-yə. Buradan da K-mız bərabər olacaq 30-a. Başqa üsulla da, belə tənasüblə də həll edə bilərsiniz ki, 80 qram 32 qramla reaksiyaya giribsə, K minus 10 da şərtinizə verilib. Görürsünüz, burada 8 qramla. Buradan da K minus 10 bərabərdir 32, 80 vurulsun 8'e. Bundan burada getdi 4, burada qaldı 1. Burada da yenə olur mu? K minus 10 bərabərdir 20'ye. Oradan yenə də 30'a bərabər olmuş olacaq. 2 üsulda verdim. Hansını rahatda özünüz ondan istifadə edərsiniz. X, Y, Z mayyələrindən ibarət qarşılıqlar üçün hansı fikir doğrudur? Bax, bunlar ikisi də eyni yerdədir, yəni eyni cinsli qarışıq. Amma bunlar isə artıq müxtəlif cinsli qarışıqdır və sıxlıqlar fərqlidir.
X Z qarşılığı emulsiyadır. Xeyr, deyə bilmərik. Yox, deyə bilərik. X Z-lə qarşılığı emulsiyadır. Bir emulsiyalarda görürsünüz, sıxlıqları fərqlidir. Bunu götürə bilərik. X, Y qarşılığına sabit fiziki xassələrə malikdir. Qarşılıqdan Y söhbət gedirsə, qarşılıqda sabit fiziki xassə yoxdur. Y, Z filtrləmə üsulu ilə. Filtrləmə üsulu süzmə üsuludur. Amma görürük ki, burada biri yuxarıdadır, biri aşağıdadır. Bunu elə durutma üsulu ilə ayırmaq olar. Ona görə bunu da götürmürük. X, Y distillə üsulu. Eynicisi qarşılıqdır. Bir-birindən həll olur. Distillə üsulu. Bunu götürə bilərik. Z-in sıxlığı X-dən çoxdur. Xeyr, Z-in sıxlığı X-dən çoxdur deyil. Əksinə, Z-in sıxlığı X-dən azdır deyə Z yuxarıya qalxıb. Ona görə cavabımız olacaq 1, 4 burada. Sonra 26. Hidroksin birləşməsinin donor atomuna rabitə əmələ gəlməsinə neçə elektron sərf edib? Donor atomu rabitə əmələ gəlməsinə neçə elektron sərf edib? İlk öncə burada baxmalıyıq ki, donor atomuna baxaq. Hidroksim iyonunun yaranmasına. Bax, məsələn, tutarım ki, bu hidrogen. Bu bir verib, bir elektron bu. Bu oksigendir. Buradan da hidrogen yazaq. Buradan da yine buradan bir. Həm buradan verib elektron, həm də buna verib elektron. Mesela 1, 2, 3, 4. 4 tane elektron vermiş olacaqdır. Cevabımız olacaq 4. Yəni bu sualın cevabı 4 olacaq. Valent Venn diaqramına uyğun olaraq uyğunluğu müəyyən edin. Alüminium bir də kalium. Biz yadını alüminiumu da paylayamalıyıq. Alüminium yəni 13'ü paylasaq 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü 6, 3 S üstü 2, 3 P üstü 1. Sonra kaliumu paylasaq 19'u. 1 S üstü 2. 2 S üstü 2. 2 P üstü 6. 3 S üstü 2. 3 P üstü 6. 4 S üstü 1. Deməli 2, 4, 10, 12, 18, 19. Ne deyil? Bizdə soruşur S elementi. S elementi gördüğümüz kimi kaliumdur. Ona görə də 1'ə uyğun gələcək B. P elementi də alüminiumdur da. Ona görə 1, 2, 3 yazaq buradan. 1'ə uyğun gələcək P elementi gördük. Burada alüminiumdur. 1'ə uyğun gələcək B. 2'də, 3-cüdə uyğun gələcək S elementidir. A. Sonra ikincinə uyğun, sonra birinci ayarım qrupunda yerləşir. Birinci ayarım qrupunda bir də C də üçüncünə aiddir. Çünki kaliuma aiddir. Hər ikisi üçün ortaq olanlar bir normal vəziyyətdə bir tək elektronu var. Bax, burada da bir tək elektron, bunda da bir tək elektron. Bu hər ikisinə aiddir. Bu D. Əsas yarım qrup elementləridir. Bir də hər ikisi də əsas yarım qrup elementləridir. Yadınızı saxlayın ki, sonu S və P ilə bitərsə və yaxud da ki, S ilə P-ni cəmləyiriksə, bu əsas yarım qrup elementləridir. Sonra situasiyamıza baxarıq. Situasiyamızda bizə nə verir? X SO4 duzunda X-in kütlə payı 20%dir. X atomunun nisbi atom kütləsini hesablayın. Deməli, X-in kütlə payı 20%-dirsə, deməli, X-ımız 20%-dirsə, 100-dən 20'sini çıxsaq neçəsi qalacaq? 80'i. 80'i isə SO4'dür. SO4'ün də kütləsi eləyəcək. S32'də, oksigen də 16'da 4'ə vuranda 64. 96'sıdırsa neçə faiz eləyəcək? 80% eləyəcək. Yəni qalan bu SO4 də 80%'dir. Buradan da X-ımız bərabər olacaq 24'ə. Yəni X-in nisbi atom kütləsi 24 olmuş olacaqdır. Sonra deyir, X atom proton, neytron sayı eyni olarsa X'in nüvə yükünü və dövr sistemindəki mövqeyini müəyyən edin. Bax, buraya yazıram X, yuxarısına yazıram
24. Yəni nisbi atom kütləsi. Amma deyir protonunun da neytronunun sayı eynidir. Yəni hər ikisi A'dır. Burada onda 2A bərabərdir 24-ə. A da bərabər olacaq neçə? 12-yə. Nə soruşur bizdən? Dövr sistemdə mövqeyi. Və burada paylaşmışdıq. Deməli 2, 4, 6, 4, 10, 12. Bax bu hissəsini pozsaq, bunu pozsaq elə. Buradan, bundan bunu pozsaq. Bu 12 eləyirmi? Bunu da pozanda. Bu 12 eləyir. 2, 4, 10, 12. 12 elədi. Bizdə nə deyir? Dövr sistemdə mövqeyini. Dövr sistemdə mövqeyi 3-cü dövr, 2-ci yarım deməli, dövr sistemdə mövqeyi deyəndə burada 59-cu cavabını yazırıq. Bura. 3-cü dövr, 2-ci A yarım qrupunda yerləşmiş olur. S elektronlarının sayı ümumi elektronun neçə faizini təşkil edir? S elektronlarının sayı 2, 4, 6. Ümumi elektronlarımızın sayı da 12. 6 bölünsün 12 vurulsun 100'ə. Bu da eləyəcək 50%. 50%. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.